Hər vaxt xeyir olsun dəyərli izləyicilər. Bu videoda sizlər üçün 9 mart 2026-cı il tarixində keçirilmiş 11-ci siniflər üçün olan buraxılış imtahanı riyaziyyat suallarını izah edəcəm. Başlayaq suallara. Demək, birinci sualda bizə verib ki, 828-in kvadrati çıxı 72-nin kvadrati bölünsün 370 ifadəsinin qiymətini hesablayın. Burada müxtəsər metodundan istifadə edərək bir fərq düzəm yazarıq. 828 çıxılsın 72 və 828 üstəgəl 72. Bölünsün 378. Bu da bərabərdir. 28-dən 72 çıxanda bizə verəcək 756. Vurulsun 828 üstəgəl 72. Bu da bizə 900 verəcək. Bölünsün 378. Burada 378 ilə 756-nı ixtisar eləsək 2 dəfə düşər. 2-ni də 900-ə vuranda verəcək 1800. Demək, doğru cavab C variantı olacaq. Növbəti suala keçid edək. Bizə deyir ki, ədədi silsiləsində A13 58 28 28 olarsa silsilə fərqini tapın. Silsilə fərqinin düsturuna əsasən demək yaza bilərik. A28 çıxılsın A13 bölünsün 28 çıxılsın A13. Buradan da A28-in qiymətini yerinə yazsaq 28 çıxılsın A13 58 bölünsün 28-dən də 13 çıxanda bu da bizə 15 verəcək. Bu da bərabərdir. 28 çıxılsın 58 mənfi 30 bölünsün 15. Bu da mənfi 2. Doğru cavab B variantı olacaq. Növbəti 63-cü suala diqqət edirik. İfadəsini deyir, hasil şəklində göstərin. Kosinüs alfa üstəgəl kosinüs beta düsturuna əsasən bunu yaza bilərik ki, kosinüs cəminin yarısı 38 plus 18-in yarısı. Bir də kosinüs fərqinin yarısı. Yəni 38 minus 18-in yarısı. O da bərabərdir 2 kosinüs. 38 plus 18 eləyəcək 56 yarısı 28 dərəcə. Bir də 38 minus 18 20 yarısı 10 dərəcə. Kosinüs 10 dərəcə. Demək 2 kosinüs 28, kosinüs 10 dərəcə. Doğru cavab D variantı olacaq. 64-cü sualda bizə ABC üçbucağında M-in AC-yə paralel deyir. AC 20 deyir. BN 8, BN 8, sonra NC 17 olarsa M-ni tapın. Oxşarlıqdan istifadə edəcək. Burada ümumi 25 olacaq. Yəni X-in 8-ə nisbəti 20-nin 25-ə nisbətinə bərabər olacaq. Çünki bu B bucağı ortaq bucaqdır. Burada da M ilə AC paralel olduğuna görə uyğun bucaqlar bərabərdir. Digər tərəfdən də bu birisi uyğun bucaqlar da bir-birinə bərabərdir. Və buradan uyğun tərəflərin nisbətlərini yaza bilirik. 25 ilə 20-ni 5-ə ixtisar etsək 5-də 4. Buradan da 5x bərabərdir 4, 8-in 32. X bərabərdir 6,4. Yəni doğru cavab A variantı olacaq. 65-ci sualda prizmanın həcmi bu, hündürlüyü bu olarsa oturacağın sahəsini tapın. Prizmanın həcm düsturuna əsasən, yəni S oturacaq vurulsun H düsturundan tapılır elə. Hər şey var burada. V 120, hündürlük 8-dir. Oturacağın sahəsini istəyir. S oturacaq. Buradan da S oturacaq bərabərdir. 120-ni 8-ə böləndə 15. Yəni doğru cavab A variantı olacaq. Davam edirik. Növbəti 66-cı sualda eni 40, uzunluğu K olan düzbucaqlının perimetrini tapın. Demək, eni 40'dır, uzunluğu da K'dır. Perimetri 2 vurulsun A plus B'dir. P bərabər 2 vurulsun 40 üstə gəlsin K. Bu da bizə verəcək. Heç nə ilə bu formada saxlayıb 2 vurulsun 40 plus K. Növbəti sual keçid edirik 67. Deyir, şərtini ödən en natural ədədlərin sayını tapın. Burada natural ədədlər 17-dən başlayacaq, düz 22-yə qədər. Bu da 22 çıx 17, 5 üstə gəl 6 dənə natural ədəd olacaq. Doğru cavab C variantı olacaq. 68-ci sualda sinifdə 24 şagird var. 2 növbətçini neçə müxtəlif üsulla seçirik. Növbətçilər yerdəyişmələr fərq yaratmadığına görə bu kombinezonla olacaq. Kombinezon yəni 24 elementdən 2 olacaq. 24 faktorial bölünsün 22 faktorial vurulsun 2 faktorial. Bu da 22'ye qədər bununla ixtisar gedəcək. 23 vurulsun 24. 2 faktorial da 2 eləyir. 24 ilə ixtisar getsə 23 vurulsun 12. Bu da 230, 46, 276. Yəni doğru cavab C variantı olacaq. Növbəti 69-cu suala baxırıq. Deyir ki, bu faizi 40% bu olan ifadəsinin qiymətinə bərabər olan ədədi tapın. Əvvəlcə bunu hesablayaq. 4,5 vurulsun. 4,5-i 2-də 9 kimi yaza bilərik. Vurulsun 3-də 3 birinin 3 üstünə 2 gələndə 5. Üstə gəlsin 2,5 ilə 2-də 5 yazıram. Burada 3 ilə 9 gedəcək ixtisar 3 dəfə. Bu eləyir 2-də 15. 2-də 15 üstə gəl 2-də 5. Bu da 2-də 20. Yəni 10 eləyəcək. İndi 40% 10 olan ədədi tapmaq üçün də 10 vurulsun 100 bölünsün 40.
Bunda gedəcək 100 bölü 40, 25. Yəni doğru cavab 25 olacaq. Sonra növbəti 70-ci suala diqqət edirik. Şəkildə verilənlərə görə alfa bucağını tapın. Alfa bucağı 40 dərəcəli ilə eyni qövsə söykəndiyinə görə o da 40 dərəcə olacaq. Yəni doğru cavab B variantı olacaq. 71-də ifadəsinin qiymətini hesab edin. Sinus 60 dərəcədə kökdə 3 bölü 2, kosinus 30 dərəcədə kökdə 3 bölü 2. Çıxanda elə 0 eləyəcək. Yəni doğru cavab Y variantı olacaq. 71-ci sualda qüvvətin qüvvəti olarsa qüvvətlər bir-birinə vurulur. Kökdəkini kökdə 2-yə vuranda 2 eləyəcək. 2-nin kvadratı 4, yəni B variantı olacaq. 73-cü sualda ən kiçik həllini soruşur. Mənfi 2x kiçik bərabərdir 8. Burada mənfi 2-yə böləndə x böyük bərabərdir mənfi 4 eləyir. Mənfi 4-dən böyük bərabər mənfi 4-ün özü də daxil olacaq. Yəni ən kiçik tamal ilə mənfi 4-ün özü olacaq D variantı. 74. Konusun doğranı 10 köşk döyüşdür. Demək konusun doğranı 10 köşk döyüşdür. 10 köşk düz və oturacaq müstəvisi ilə 30 dərəcə bucağını gətirir. Oturacaq müstəvisinə 30 dərəcə bucağını gətirir. Konusun oturacağının radiusunu tapın. Buradan taparıq ki, Pifagor teoreminə əsasən də tapa bilərik. Buradan 30 dərəcənin qarşısında katet hipotenuzun yarısı, yəni 5 köşk düz. 60-ın qarşısında duran katetdir bu radius. Bu da bunun köşk düz misli, yəni 15 olacaq doğru cavab. Və yaxud da ki, buradan yerin 10 köşk düzsə nisbəti, bitişik katetin hipotenuza nisbəti həm bucağın kosinus alfası, yəni kosinus 30 dərəcə. Buradan kosinus 30 dərəcə köşk düz bölü 2 alır. 2 r bərabərdir 10 köşk düz vur köşk düz, yəni 30, r olacaq 15. Yəni buradan da tapa bilərdik. Sonra 75-ci sual. Bərabərsizliyinin ən kiçik tam həllini tapın. Burada bunları parçalasaq 200x plus 3-ü 200x vurulsun 2-nin kubu kimi 6 vurulsun 200x kiçikdir 300x vurulsun 300'ü 1 çıxılsın 300x kimi yazsaq. Sonra buradan bu 8 dənə 200 8 eləyir. 8 vur 208, 6 vur 208. 208-i mötərizə xaricinə çıxarsaq 8 çıxılsın 6, 2 verəcək. Kiçikdir. Burada da 308-i mötərizə xaricinə çıxarsaq 3 çıxılsın 1, bu da 2 verəcək. 2-lər gedəcək. 208 kiçikdir, 308 alırıq. Qüvvətlər eyni, əsaslar fərqli olan bərabərsizlərdə sağdakına bölüb həll edə bilərik. Məsələn 208 bölünsün 308. Müsbət ədəd olduğuna görə bərabərsizliyin işarəsi dəyişməyəcək. Bu da 1 eləyəcək. Bu da 3-də 2 üstü x. Biri də 3-də 2 üstü 0 kimi yaza bilərik. Çünki 0 üstü kəmiyyət 1-ə bərabərdir. Burada əsas 3-də 2 1-dən kiçik olduğuna görə bu azalan funksiyadır. Ona görə də qüvvəti kiçik olan böyük olur. Burada işarə dəyişəcək. İşarə dəyişəcək. X böyükdür 0 olacaq. Yəni doğru cavab 0 müsbət sonsuz. Bizdən nə istəyirdi? Ən kiçik tam həlini soruşur. X bərabərdir 1 olacaq ən kiçik tam həll. 76. AB 2 rəqəmli ədədi üçün kök 6 AB natural ədəd olarsa, belə AB ədədləri arasından təsadüfən seçilmiş bir ədədin tək ədəd olması ehtimalı. Demək, kök altında AB 2 rəqəmli ədədi natural ədəddirsə, bu başlayır natural ədəd 16-dan başlayacaq. 16, 25, sonra 36, 7'nin kvadratı 49, 64, 81, bu qədər. Demək 16, 25, 4'ün kvadratı, 5'in kvadratı, 6, 7, 8, 9'un kvadratına qədər bunlar natural ədəd olacaq. Deyir, bunlardan təsadüfən seçilmiş birinin tək ədəd olması. 2, 4, 6 dənə ədədin içərisindən seçilmiş birinin tək olması bir dənə budur. 2, 3 dənəsidir. 6'da 3, bu da 2'də 1, yəni ehtimal 0,5'ə bərabərdir. Demək, AB 2 rəqəmli ədədləri üçün kök 6 AB natural ədəd olarsa, belə AB ədədləri arasından təsadüfən seçilmiş bir ədədin tək ədəd olması hadisəsinin ehtimal tapın. Ümumi bu cür ədədlər 6 dənə ədəddir. Onların 3'ü təkdir, 3'ü cütdür. Ona görə də ehtimal 0,5'ə bərabərdir. Sonra növbəti suala keçid edirik. Loqaritma 81 əsasdan 8 bölünsün loqaritma 9 ifadəsinin qiymətini hesablayın. Loqaritma 81 əsasdan 8-i bunlar diqqət eləsək 3-ə və 2-yə gətirə bilərik. 81-i yaza bilərəm 3 üstü 4, 8-i də 2-nin kubu yazsaq bölünsün eyni qayda ilə loqaritma 9-u yazarıq 3-ün kvadratı 32-ni də 2 üstü 5 kimi yazıb həll edə bilərik. Bu da bizə verəcək. Bu 4 qarşıya məxrəcə gələcək. 3 də surətə loqaritma 3 əsasdan 2 bölünsün. Burada da eyni qayda ilə 2 qarşıya məxrəcə 5 qarşıya surətə gələcək. Loqaritma 3 əsasdan 2. Burada loqaritma 3 əsasdan 2'lər eyni şey olduğuna görə böləndə gələcək. Cavabımız 4'də 3 bölünsün 2'də 5 qalacaq. Yəni 4'də 3 vurulsun 5'də 2 kimi yazsaq bunu gedər 2, 10'da 3 qalar. Yəni doğru cavab 0,3 olar. Bərabərdir -0,4 verib. Olduğuda deyir bu ifadəsinin qiymətini tapın.
Buradan x mənfi olduğuna görə buradan 10x kvadratı mənfi x çıxacaq. Yəni üstə gəlsin 5x üstə gəlsin 3 formasında olacaq. Buradan da 5x-i mötərizə xaricinə çıxarsaq 2x plus 1 üstə gəlsin 3 alarıq. Bu da 5x, yəni 5 vurulsun mənfi 4 vurulsun 2x, 2 vurulsun mənfi 8 üstə gəlsin 1 üstə gəlsin 3 alarıq. Bu da 5-i mənfi 4-ə vuranda mənfi 2 verər. Mənfi 8-in də üstünə 1 gələndə bu da müsbət 2 verir, üstə gəlsin 3. Bu da mənfi 4, üstə gəlir 3. Bu da 2,6 doğru cavabını alarıq. 79 ətraflı suallardır. Diqqət edək. Demək, aralarındakı məsafə 34 kilometr olan A və B məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. Demək, aralarındakı məsafə 34 km A və B məntəqələrindən velosipedçi və piyada. Demək, buradan yazıram 79-u. AB 34 kilometr məsafə var. Və A'dan hərəkətə başlayan velosipedçinin sürəti bu velosipedçidir, bu piyadadır. A'dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km çoxdur. Buna V plus 8 yazıram, buna V yazıram. Velosipedçi A'dan 24 km məsafədə olan C məntəqəsinə 24 kilometr olan C məntəqəsinə piyadadan 0,5 saat tez çatarsa, onda zamanı tapmaq üçün yolu sürətə bölmək lazımdır. Yəni 24 bölünsün V plus 8 bu A'dan C'yə hərəkət edən velosipedçinin sərf elədiyi zamandır. O birisi isə piyada da 34 kilometr olduğuna görə burada deyir AC bir məntəqələr bir düz xətt üzərindədir. Ona görə də digərinə 10 kilometr qalır. 10 kilometr qaldığına görə piyada da 10 kilometri V sürətinə hərəkət edib. Bizə deyir ki, 0,5 saat tez çatıb. Demək, C məntəqəsinə piyadadan tez çatıbsa, onda 24 bölünsün V plus 8 çıxılsın, daha doğrusu bərabərdir. 10 bölünsün V üstə gəlsin 0,5. Çünki piyadanın zamanı daha çoxdur, yox. Burada minus olacaq. Demək, burada minus olacaq. 10 bölünsün V çıxılsın 0,5. Çünki velosipedçinin zamanı daha az olub, tez çatıb. Biz bunu həll edəcəyik. Demək, buradan da 10 bölünsün V çıxılsın 24 bölünsün V plus 8 bərabərdir 2-də 1. Ortaq mərci gətirsək bunları V kvadratı plus 8V olacaq 10V plus 80 çıxılsın 24V. Bərabərdir 2-də 1. Bunu da həll edəsək. Bu V kvadratı üstə gəlsin 8V bərabərdir. 2-ni vuranda mənfi 14V'yə mənfi 28V üstə gəlsin 160 alarıq. V kvadratı plus 36V minus 160 bərabərdir 0 alınır. Bu da hasil mənfi 160, cəm mənfi 36, mənfi 40 ilə müsbət 4 edir. Vuranda mənfi 160 edir. Toplayanda da mənfi 36 edir. Mənfi 40 sürət olmaz. Demək, V 4 imiş. V də biz nə işarələmişdik? V piyadanın sürətidir. Piyada 4 ilə hərəkət edilmiş, velosipedçi 12 ilə hərəkət edilmiş. Görə bizdən nə istəyir bu? Bizə deyir ki, piyadanın sürətini tapın. Piyadanın sürəti olacaq 4 km/saat. Növbəti suala keçid edirik. Burada yer olmadığına görə mən buranı siləcəm. 80-ci sual. Demək, 80-ci sualda bizə deyir 24 nəfərdən ibarət işçi qrupunda olan qadınların yaşlarının ədədi ortası 21, kişilərin yaşlarının 29 varsa. Demək, 24 nəfərin qadın sayını n götürürəm. Kişilərin sayı olur 24 minus n. Qadınların yaşlarının ədədi ortası. Qadınların yaşlarının cəmin x götürürəm. Kişilərin yaşlarının cəmin y. Onda x bərabərdir 21 vurulsun n. Çünki yaşların ədədi ortası 21 idisə, yaşlar cəmin bölürük sayına, vururuq, bərabər olur ədəd ortaya. Kişilərin yaşlarının ədəd ortası 29, onda y bərabərdir 29 vurulsun 24 minus n. Digər tərəfdən bütün işçilərin yaşlarının ədəd ortası da 26-dır. Yəni x plus y bölünsün ümumi 24-ə. Bərabərdir 26 olarsa neçə nəfər işçi var? Bizdən qrupda neçə nəfər kişi var daha doğrusu. Neçə nəfər kişi var? Bizdən kişilərin sayını soruşur. Yəni 24 minus n soruşur. Onda biz x-in, y-in qiymətlərini gətirib burada yerinə yazsaq.
X plus Y 26 vur 24. 26 vur 24. Yani 25 minus 1 25 624 edir də. X egal Y bərabərdir 624. Bunların cəmi bərabər 624. Yəni 21n üstə gəlsin 29 vurulsun 29 idi də burada. Ha. 29 vurulsun 24 çıxılsın 29n bərabərdir 624. Bunu 26 ve 24 yazsaydık daha rahat tapa bilərdik. Buradan 21n'den 29n'e çıxsaq, ya sağ tərəfə atıram. 8n bərabərdir. 29 ve 24'ten çıxacaq 26 ve 24'e. Buradan 24'ü mötərizə xərcinə çıxarsaq, 29'dan 26 çıxanda 3 eləyəcək. Bundan da bu gecək 3, 3 üçün 9. Demək n 9 imiş. N burada qadınların sayını bildirirdi. Qadınların sayı 9 olacaqsa, kişilərin sayı 24 çıxılsın 9, 15 olacaq. Demək bizdən kişilərin sayını soruşur, 15 olacaq. 81-ci suala diqqət edirik. Bunu silirəm. 81. Demək bizə şəkil verib fx ax kvadrat plus bx plus c funksiyasının qraf vermişdir. CO 5'tir. CO harada? Bura 5'tir. BO 25 dənə AO'ya bərabərdir. BO 25 dənə AO'ya bərabərsə BO məsafəsi 25 AO'ya bərabərsə bura nədirsə, tutaq ki x götürürəm. Bura olur 25x. 25x. Məsafə daha doğrusu bu indi mənfi x olacaq da indi koordinat kimi. Sağ tərəfi 25x götürsək, yəni məsafə olaraq 25x, sol tərəfdə mənfi x olsa A nöqtəsinin koordinatı məsafə olaraq müsbət x olacaq. Deyir parabolanın təpə nöqtəsinin apsisini tapın. Burada diqqət eləsək, demək bunlar perpendikulyardır. AC düz xətti ilə BC düz xətti perpendikulyardır. Perpendikulyardırsa biz burada C nöqtəsini bir B qəbul edək. Burada demək belə deyək. Burada düzbucaqlı üçbucaqdan istifadə edək. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş hündürlüyün, yəni perpendikulyarın kvadratı o bölünmüş hissələrin hansına bərabər. Yəni h kvadratı mn düsturu. Buradan bura qədər məsafəni biz onda x qəbul elədik. Buradan bura qədər oldu 25x. Biz onda h kvadratı mn düsturuna əsasən 5'in kvadratı bərabərdir x vurulsun 25x. Buradan 25x kvadratı bərabərdir 25'e. X olur 1. X 1 olandan sonra onda buranın elə koordinatı 25 olur. B nöqtəsi burada mənfi 1 olur. Mənfi 1. Demək A nöqtəsinin koordinatı mənfi 1, B nöqtəsinin koordinatı 25 olur. Bu da 5 vahid olduğuna görə C nöqtəsinin koordinatı da 5'dir. İndi demək parabolada gəlib həmin nöqtələrdən keçdiyinə görə parabolanın təpə nöqtəsinin apsisini istəyir bizdən. Parabolada həmin nöqtədən keçdiyinə görə mənfi 1 ilə 25'in elə orta nöqtəsini tapmağımız biz parabolanın təpə nöqtəsinin koordinatını tapmış olarıq. Yəni orta nöqtənin koordinatı da uc nöqtələrdəki koordinatların cəminin yarısı. Yəni m bərabərdir 25 üstə gəl mənfi 1. 24'ün yarısı bu da 12 verəcək. Yəni orta nöqtə 12 olacaq. Demək 12 olsa əgər 25'e qədər 13 vaid məsafə, 12'ye qədər də 13 vaid məsafə. Buradan tapa bilərik. Həm də bunun biz funksiyanın özünü də tapa bilərik. Burada bizdən parabolanı istəmədiyinə görə tapmırıq. Funksiyanın özünü istəsəydi əgər y bərabərdir a vurulsun x minus x1 x minus x2 düsturundan istifadə edib x1 və x2 hazır var yerində A-nı da tapmaq üçün bu 5 nöqtəsindən istifadə edib tapa bilərdik. Oradan da tapa bilərdik onu. Demək doğru cavab 12 olacaq. 82-ci sual. Deyir alfa və beta uyğun tərəfləri paralel olan müxtəlif adlı bucaqlardır. Müxtəlif adlıdırlarsa, demək alfa ilə betanın cəmi 180 dərəcədir. Çünki burada ya bərabər olar, ya da cəmi 180 dərəcə olur. Qamma və fi isə uyğun tərəfləri paralel olan eyni adlı bucaqlardır. Demək qamma ilə fi də bir-birinə bərabərdir. Qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% azdır. Demək qamma bərabərdir 0,8 alfaya. Çünki alfadan 20% azdır. Fi'nin dərəcə ölçüsü isə betanın dərəcəsində 20% çoxdur. 1,2 betaya bərabərdir. Deyir ki, alfa betanın hər birinin dərəcə ölçüsünü tapın. Gətirib alfanın yerinə, demək, qammanın yerinə 0,8 alfanı yazsaq burada. Fi'nin yerinə 1,2 betanı burada yazsaq, 0,8 alfa bərabərdir 1,2 betaya. Ona vursaq 8 alfa bərabərdir 12 betaya və 4'e xısa eləsək 2 alfa bərabərdir 3 beta. Onda alfanı 3K, betanı 2K götürüb biz aparıb cəmi 180 dərəcə bərabərliyində nəzərə alsaq, bu da 5K bərabərdir 180, K olacaq 36 dərəcə.
K 36 dərəcə olandan sonra alfa olacaq 108 dərəcə, beta olacaq 72 dərəcə. Bizə nə istəyir? Bizdən alfa və betdən hər birinin dərəcə ölçüsünü tapın. Biri 108, biri də 72 olacaq doğru cavab. Davam edirik növbəti 83-cü sualla. 83. 83-cü suala diqqət edək. Demək bizə üçbucaq verib, düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaqda C 90 dərəcədir. Deyir AD tənbüləndir. AD-nin tənbülən olduğunu verib. Alfa alfa. CD 2,4'dür. AB 8,5'dir. 8,5'dir. Olarsa ABD-nin sahəsini istəyir bizdən. ABD-nin sahəsini istəyir. Demək neyini? Burada tənbələn olduğuna görə buranı bir x götürürəm, buranı da bir y götürürəm. Tənbələnin xassəsinə əsasən x-in 2,4-ə nisbəti bərabərdir 8,5-in də y-ə nisbətinə bərabər olacaq. Buradan çarpaz vursaq x, y bərabərdir 2,4 vurulsun 8,5. Yəni 2,4-ü 5-də 7 kimi yazıram, daha doğrusu 12 kimi. Vurulsun 8,5-i də 2-də 17 kimi yazıram. Bu deyilir 10'da x, y olacaq. 10'da 170, o da 34. 170, o da 34, 204. Yəni 20,4. Demək x, y 20,4 oldu. Bizdən istəyir ki, ABD-nin sahəsi, diqqət etsəz, ABD körbucaqlı üçbucaqdır. Sahəsi 2'də 1 x vurulsun y-ə bərabərdir elə. Onda 20,4'ün yarısı 10,2 olacaq doğru cavab. Davam edirik növbəti sualla. 84. Bu və nöqtələrini birləşdirən parçanın deyir orta nöqtəsi apsis oxunun mənfi hissəsi üzərində olarsa. Apsis oxunun mənfi hissəsi üzərindədirsə, əgər orta nöqtə, demək belə deyək də mənfi x 0-dır koordinat onda belə deyək. Orta nöqtəni bunu tapmaq üçün uc nöqtələrin cəminin yarısını tapmalıyıq. Demək bura birinci sağ hissədən istifadə edək. K kvadratı üstə gəlinsin. Bu bölünsün 2 bərabərdə 0 olacaq. Çünki y-lərin cəminin yarısı 0-a bərabər olacaq. Çünki apsis oxunun mənfi hissəsi üzərindədir. Demək k kvadratı üstə gəlsin 32 çıxılsın 12k 0-a bərabərdir. K kvadratı çıx 12k üstə gəl 32 bərabərdir 0. Bu da k bərabərdir 4 ola bilər. K bərabərdir 8 ola bilər. Demək k-nın 4 və 8 qiymətini tapıram. Digər tərəfdən bizə deyir ki k kvadratı çıx 4k. Yəni bunların cəminin daha doğrusu yarısı. Cəminin yarısı 0-a bərabərdir. Burada düzdür. 0 fərq eləmir. Elə düz olacaq 4 ilə 8. İndi k kvadrat çıx 4k üstə gəlinsin 12 çıxılsın 4k yarısı 0-dan kiçik olacaq. Çünki deyir ki bu orta nöqtə apsis oxunun mənfi istiqamətində, mənfi hissəsində qalır. Onda k kvadratı çıx 8k üstə gəlsin 12 kiçik olmalıdır 0-dan. Kiçik olmalıdır 0-dan. Kiçik olmalıdırsa 0-dan. İndi görək. Bunun həllərdə bu da bizə verir 2 ilə 6 arağı. 2 ilə 6 aralığına düşən biz həll tapmalıyıq. Ona görə də doğru cavabımız 4 olacaq. K-nın qiyməti 4-ə bərabər olacaq. 4 ilə 8 düzdür tapdıq, amma mənfi hissəyə düşəni tapmaq üçün də biz bunun mənfiliyi nəzərə almalıyıq. O da 2-6 arağı oldu deyə 4'ü götürəcəyik. Və son suala diqqət edirik uşaqlar. Son sualda 85. Euler Venn diaqramında A və B çoxluların elementlərinin sayı verilmişdir. Burada n A ilə B-nin kəsişməsini soruşur. Bu kəsişməsi buradır. Orta hissə. N A ilə B-nin kəsişməsi deyir ki, n B ilə A-nın fərqindən. B ilə A-nın fərqi də bu hissədir. Deyir ki, kəsişmə fərqdən böyükdür. Fərqdən böyüksə onda biz 3x plus 4'ü böyükdür 19 minus 2x yazsaq. Buradan 5x böyükdür 15, x böyükdür 3 alarıq. İndi davam edirik. Deyir x-in natural qiymətləri üçün n A ilə B-nin fərqini ala biləcək ən kiçik və ən böyük qiymətlərin cəmidir. N A ilə B-nin fərqi budur. 2x plus 5'dir. 2x plus 5'dir. Bizə deyir ki, ala biləcəyi ən kiçik və ən böyük qiymətlərin cəmini tapın. Ən kiçik qiymət x bərabərdir 4 olanda alacaq. Aparıb yerinə yazıram. 4 2'nin 8 üstə gəl 5.
Bu olacaq 13. Demək bu 13 bunun ən kiçik qiymətidir. Görək ən böyük qiyməti nəyə əsasən deyəcək? Deyir elementlərin A və B çoxlarının elementlərinin sayı verilmişdir. A ilə B-nin fərqi. Ən böyük qiymət buna görə nəzərə alacağıq. 19 minus 2x-ə görə. Bu mənfi alınmasın. İndi 4-ü aparıb burada 9-u qoyanda 9 2-nin 18 eləyəcək, müsbət eləyəcək, amma 10 qoya bilməyəcək. Ona görə də x-in ən böyük qiyməti 10 olacaq. 10 olacaq deyə aparıb biz onu da yerinə yazaq. 2 vur 10 üstə gəlsin 5. Bu da 25. Yəni bunun ən böyük qiyməti olacaq. Demək ən kiçik qiymət 13, ən böyük qiymət 25. Bizdən ən böyük qiymətlərin cəmi tapın deyir. Ən kiçiyindən ən böyüyün. 13 üstə gəl 25 bərabərdir 38 doğru cavab olacaq. Sağ olun. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videoda görüşərik.